Ayın 28-də, oktyabrın 28-də bu il klinikamızda növbəti unikal bir əməliyyat keçirilib. Belə ki, ağız dibi hərçəngindən və dil yumuşaq toxumaları hərçəngindən əziyyət çəkən və daha əvvəl əməliyyat olan, lakin xəstəliyi təkrarlamış həstə bizim klinikada əməliyyat olunub. Həstənin dilinin bir qismi, yumuşaq toxumaları və alt çənəsinin yarısı çıxarıldıqdan sonra onun incik sümüyü damarları ilə birlikdə və üzərindəki dərisi ilə birlikdə ayaqdan götürülüb, ağız boşluğunun yumuşaq toxumaları və çənənin bütövlüyünü tamamlamaq üzrə istifadə edilmişdir və bu parçanın damarları da mikrocərrahi üsulla, yəni mikroskop altında boyundakı damarlara tikilmişdir. Bu əməliyyatı komanda ilə icra etmişik. Qulaq, burun, boğaz və baş boyun cərrahı Dr. Araz Aliyev və plastik cərrah Dr. Rauf Kerimov mənə kömək eləyirdi bu əməliyyatda. Qeyd etmək lazımdır ki, bu əməliyyat plastik cərrahiyyənin ən çətin əməliyyatlardan biri sayılır. Bizim klinikada bu əməliyyat təxminən 12 saat davam elədi. Müvəffəqiyyətlə bitdi. Hal-hazırda həstəmizi evə buraxmışıq və yəni onun çeynəmə, udma funksiyası tamamilə bərpa olunub və özünü yaxşı hiss edir. Ümid edirik ki, bundan sonra da hər şey yolunda olacaq. Qabaq da çənə rezeksiyaları ölkəmizdə aparılırdı. Lakin bunların bərpası üçün sərbəst cəlaqlar bildiyim qədərilə istifadə olunmurdu. Hətta 2010-cu ildə bizim xəstəxanada birinci belə bir əməliyyat Azərbaycan komandası ilə birlikdə icra olunmuşdur və bu haqda tibb jurnallarında da məqalələr dərc olunmuşdur. Çox vaxt belə həstələr xaricə müraciət etməyə məcbur olurdular. Hal-hazırda bu əməliyyatlar artıq Azərbaycanda aparılır. Qeyd etmək lazımdır ki, apardığımız əməliyyatların maliyyəti analoji əməliyyatlardan, xaricdə aparılan analoji əməliyyatlardan hardasa 2, 3, bəzən 4 dəfə daha ucuzdur. Və diqqətə almaq lazımdır ki, belə bir əməliyyatdan sonra həstənin heç olmasa 7-10 gün klinikada qalması lazımdır. Bunları hamısını diqqətə alsaq, ölkəmizdə aparılan və həmçinin klinikamızda aparılan bu əməliyyatlar həstələr üçün çox da sərfəli sayılmalıdır.